Başlayaq ağılı. Deməli, 3-də 1 və 5-də 2 kəsirləri arasındakı ədədi tap. Bunu tapmaq üçün ilk əvvəl sən nə etməlisən? 3-də 1 və 5-də 2-nin məxrəcdəki ədədlərin əkobunu tapmalısan. Əkob nə demək idi, Yusif? Bölən yoxsa bölünən? Əkob ən kiçik, bunu qeyd elə, ortaq, bölünən demək. Bölünən. 3 ilə 5 necə ədədlərdir? Sadə ədədlərdir. Elə deyilmi, Yusif? Sadə ədədlərin əkobu onların hasilinə bərabər. Düz tapmısan 15-i. 15 eləyir, doğrudur. 15-i yazırsan hər bir kəsrin məxrəcinə. Bu da 15-dir, bu da 15-dir. Sonra 15-i hər bir kəsrin nəyinə bölürdük? Hər bir kəsrin nəyinə bölürsən 15-i? Sürətinə nəyi? Məxrəcinə. Məxrəcinə bölürəm. 15-i 3-ə böləndə nə qalır? Bəli, burada 5. 15-i 5-ə böləndə 3. Deməli, bu 15-i tapdığın kəsrin harasına bölürsən, Yusif? Bəli, mütləq məxrəcinə bölməlisən. Bunu yaddan çıxarma. Biz keçən 6-cı sinifdə Əbu Bəkir mövzusu keçəndə bu mövzulara toxunmuşuq. Hər bir kəsrin məxrəcinə bölürsən. Sonra bu yazdığın ədədləri nə edirsən? Surətə nə edirəm? Ay sağ ol, vururam. 1-i 5-ə vuracam. 2-ni də 3-ə vuracam. 1-i 5-ə vuranda neçə eləyir, Yusif? 2-ni 3-ə vuranda? Aha. Deməli, hansı kəsir aldı? 15-də 5 və 15-də 6 kəsirlərini. İndi gəl, hər bir kəsirin 2-yə vuraq. Kəsirin məxrəcini 2-yə vurmuşamsa, surəti də avtomatik eyni ədədə vurmalıyam. 2-yə vuranda neçə eləyir? 30-da 10. Bunu da 2-yə vuraq. 30-da 12. Bax, deməli, bunu aldım 30-da 10. Bunu aldım 30-da 12. Bu gördüyün kəsirlərdən hansı 30-da 10 ilə 30-da 12 arasında yerləşən kəsir neçə olar? 10 ilə 12 arasında hansı rəqəm yerləşir? 11. Bəli, 30-da 11. Başa düşdün mü ağıllı? Deməli, 30-da 11 oldu.